Siqareti 7 günə necə tərk etmək olar? 100% effektiv yollar. Bir anlıq təsəvvür elə, nəfəsin daha rahatdır. Səhərlər ağız quruluğu və öskürəklə oyanmırsan. Daha tərabətli hiss edirsən və pulun da cibində qalır. Biraz əvvəl bu sənin üçün mümkünsüz göründü, elə deyilmi? Amma sən heç 7 gün ərzində siqareti tamamilə unuda biləcəyini düşünmüsən? Çox insan siqareti atmağa cəhd edib, amma alınmayıb. Çünki bunu düzgün metodla etməyiblər. Əgər sən də bir dəfəlik siqaretdən qurtulmaq istəyirsənsə, onda bu videonu sona qədər izləməlisən. Çünki burada sənə 100% effektiv yollar göstərəcəyəm. Nə dərman, nə də bahalı müalicələr olmadan. Hazırsansa başlayırıq. Birinci gün. Beynində siqaretsiz həyat qur. Siqareti atmaq istəyən insanların çoxu fiziki asılılığa fokuslanır. Amma əslində bu vərdişin kökündə psixoloji bağlılıq yaranır. Beyin siqareti gündəlik həyatın bir hissəsi kimi qəbul edir və ona görə də ondan imtina etmək çətin görünür. Amma bugün bu düşüncə tərzini dəyişəcəyik. İlk addım özünə sual ver. Mən siqareti niyə tərk etmək istəyirəm? Səbəblərin nə qədər güclü olsa bu proses sənin üçün bir o qədər asan olacaq. Bəlkə sağlamlığını qorumaq istəyirsən, pulunu boş yerə xərcləməkdən bezmisən, yoxsa ailənin, övladlarının yanında siqaret çəkən biri kimi görünmək istəmirsən. Bütün bu səbəbləri bir vərəqə yaz və hər səhər oyananda oxu. İkinci vacib addım, siqaretsiz həyatını təsəvvür elə. Özünü daha enerjili, sağlam və rahat hiss etdiyini düşün. Səhərlər siqaretin yandırmaq əvəzinə dərin nəfəs aldığını, dostlarınla siqaret çəkmək üçün fasilə vermədiyini, ağzından siqaret iyi yox, təravət gəldiyini gözünün önünə gətir. Beyin bu obrazı qəbul etməyə başlayanda, siqaretin sənin həyatında artıq yeri olmadığını dərk edəcək. Və nəhayət bugündən bir qərar ver. Sən siqareti atan bir insansan, artıq keçmiş vərdişin yox, yeni həyat tərzin var. Sən buna hazırsan. İkinci gün. Bədənini siqaretsiz həyata hazırla. İlk gün uğurlu keçdi. Beynin artıq siqaretsiz həyatın necə olacağını düşünməyə başlayıb. Amma unutma ki, siqaret təkcə psixoloji yox, həm də fiziki asıllıq yaradır. Bugün bədənini bu dəyişikliklərə hazırlayacaq ki, siqaretin yoxluğunu mümkün qədər az hiss edəsən. Əvvəlcə bədəndən nikotin tez bir zamanda çıxarmaq üçün su içməyi artırmalısan. Gündə ən az 2 litr su iç. Bu nikotinin orqanizmdən daha sürətli atılmasına kömək edəcək. Eyni zamanda siqaret çəkəndə azalan vitaminləri bərpa etməlisən. C vitamini ilə zəngin qidalar, portağal, limon, kivi, yaşıl bibər səni daha enerjili edəcək. İkinci vacib məqam, qidalanmanı dəyiş. Bəzi qidalar siqaret istəyini artırır. Məsələn, qəhvə və spirtli içkilər. Onların əvəzinə zəncəfil çayı, yaşıl çay və qatıq kimi təbii məhsulları seç. Həmçinin darçın və nixək kimi ədviyyatlar da nikotinin yaratdığı stresi azalda bilər. Üçüncü addım. Fiziki aktivliyi artır. Hətta gündə 15 dəqiqə açıq havada gəzmək, yüngül idman hərəkətləri etmək bədəndəki nikotin qalıqlarını atmağa kömək edəcək. Ən əsası bugün siqaret çəkməmək üçün bir plan qur. Əgər siqaret çəkmək istəsən dərhal su iç, bir alma ye və ya nəfəs alma texnikasını sınayaraq diqqətini yayındır. Bədəninin siqaretsiz həyata uyğunlaşmasına kömək etsən, ertəsi gün daha güclü olacaqsan. Sən artıq siqaretin yoxluğunu hiss etməyə başlamalısan, elə deyilmi? Davam edək. Üçüncü gün. Siqaretin yerinə sağlam alternativləri tap. Artıq 3-cü gündəsən, indi bədənin siqaretsizliyə uyğunlaşmağa başlayır. Amma beynin hələ də siqareti vərdiş kimi axtara bilər. Bugün siqaretin yerinə tutacaq sağlam alternativlər tapacağıq. Siqaret çəkəndən ən çox nə edirsən, əlində nə isə tutursan, nəfəs alıb verirsən və bir anlıq rahatlıq hiss edirsən. Bunları siqaretsiz də etmək mümkündür. Əvvəlcə saqqız çeynəmək və ya darçın çubuğu istifadə etmək ağızda siqaret hissini azaldır. Əgər siqaret çəkmək istəyirsənsə, əlinə günə baxan tumu, fındıq və ya quru meyvə al. Bu siqaret çəkmək vərdişini dəyişməyə kömək edəcək. İkinci vacib addım, dərin nəfəs alma texnikası. Siqaret çəkəndə dərindən nəfəs alırsan, bu da səni rahatladır. İndi siqaret olmadan bunu et. 4 saniyə nəfəs al, 4 saniyə saxla və 6 saniyə burax. Bu üsul stresi azaldacaq və siqareti istəyini azaldacaq. Bugündən etibarən beynin anlayacaq ki, siqaretsiz də sakitləşmək mümkündür. Hər şey yolundadır. Sən də bu yolda irəliləyirsən. Davam edək. 4-cü gün sosial mühitini dəyişdir. 4-cü günə gəlib çatmısan və bu artıq böyük bir uğurdur. Amma unutma ki, siqaretdən tam azad olmaq üçün təkcə öz iradən yetərli deyil. Ətrafındakı mühit də buna təsir edir. Bugün siqaretsiz həyatına uyğun sosial dəyişiklikləri etməyə başlayacaq.
Əgər ətrafında siqaret çəkən dostların varsa, onların yanında siqaret çəkəndə sənə də siqaret təklif edə bilərlər. Bu iradəni sınayan ən çətin anlardan biridir. Amma unutma, sən artıq siqaret çəkməyən bir insansan. Əgər dostların səni başa düşmürsə, onlarla açıq danış və siqareti atmaq istədiyini bildir. Daha bir vacib addım. Siqaret çəkilən məkanlardan uzaq durmaq. Əgər əvvəlcədən siqaret çəkilən yerlərə gedirdinsə, indi yeni sağlam mühitlərə üstünlük ver. Məsələn, açıq havada gəzmək, kitab oxumaq üçün sakit bir kafe seçmək və ya idman zalına yazılmaq kimi alternativlər tapa bilərsən. Ən əsası isə özünü mükafatlandır. 4 gün siqaretsiz yaşayırsan və bu inanılmaz nailiyyətdir. Siqaretlə xərclədiyin pula özünə kiçik bir hədiyyə al. Bu motivasiyanı artıracaq və səni daha da güclü edəcək. Artıq siqaret sənə lazım deyil, çünki sən daha güclüsən. 5-ci gün. Fizioloji asılılıqla mübarizə. Artıq 5-ci gündəsən və bu irəliyə doğru böyük addımdır. Ancaq unutma ki, bu mərhələdə bədən hələ də nikotindən tam azad olmayıb. Buna görə də yorğunluq, əsəbilik, diqqət dağınıqlığı və hətta baş ağrısı kimi simptomlar yaşaya bilərsən. Amma narahat olma, bu müvəqqəti haldır və bədəninin sağalma prosesinin bir hissəsidir. Bugün əsas məqsədin bədənin siqaretsizliyə uyğunlaşmasına kömək etməkdir. Bunun üçün ilk növbədə təbii sakitləşdiricidən istifadə et. Kamomil çayı, valeriana, nanə çayı kimi içkilər əsəbiliyi azaldır və bədəni rahatlaşdırır. Omega 3 ilə zəngin qidalar, balıq, qoz və ya kətan toxumu beyin funksiyalarını yaxşılaşdırır və nikotin çatışmamazlığından yaranan stresi azaldır. Bundan başqa bədənin endorfin səviyyəsini artırmalısan. Bunun ən asan yolu hərəkət etməkdir. Gündə 20-30 dəqiqə açıq havada gəzmək və ya yüngül idman hərəkətləri etmək səni həm fiziki, həm də psixoloji cəhətdə rahatlaşdıracaq. Əgər bugün siqaretlə qarşı güclü istək hiss etsən, özünə xatırlat. Bu his müvəqqətidir və bir neçə dəqiqədən keçəcək. Bir stəkan su iç, dərin nəfəs al və diqqətini başqa bir şeyə yönət. Sən artıq 5 gündür siqaretsiz yaşayırsan və bu geri dönməmək üçün ən güclü səbəbdir. Yola davam edirik. 6-cı gün, zehni gücləndir. Artıq 6-cı gündəsən, siqaretsiz həyatın faydalarını hiss edirsən. Amma beynin hələ də köhnə vərdişə qayıtmaq istəyir. Bugün əsas məqsədin iradəni daha da gücləndirməkdir. İlk addım düşüncələrini idarə et. Siqaretini atmaqla uğursuz olacağını fikrinə qapılma. Bunun əvəzinə özünə de, mən siqaretsiz bir insanam və bu vərdişə qayıtmayacağam. Hər səhər aynaya baxıb bunu təkrarla. Siqareti atan insanların uğur hekayələrini oxu, onların necə mübarizə apardığını gör və motivasiya al. 3-cü addım. Meditasiya və nəfəs məşqləri et. Dərin nəfəs almaq stresi azaldır və siqaret istəyini yox edir. Sən artıq 6-cı gündür siqaretsizsən. Geri dönmək üçün heç bir səbəb yoxdur. Sabah yeni bir həyat başlayır. 7-ci gün. Yeni həyata başla. Sən artıq tam 7 gündür ki, siqaretsiz yaşayırsan. Bu inanılmaz nailiyyətdir. İndi tək bir addım qalıb. Bu uğuru qorumaq və yeni həyatına davam etmək. İlk olaraq özünü təbrik et. Bu yolda iradənlə qalib gəldin və bədənin nikotindən təmizləndi. İndi nəfəsin daha rahatdır və cibində artıq siqaretə xərclənən pullar qalıb. 2-ci vacib addım. Keçmiş vərdişlərə qayıtmamaq üçün plan qur. Siqaretə görə dəyişdirdiyin mühit və gündəlik rutinləri qoruyub saxla. Əgər siqaret istəyin yenidən yaranarsa, bu 7 gündə qazandıqlarını xatırla və fikrini yayındır. Son olaraq bu uğuru başqaları ilə bölüş. Ətrafında siqareti tərk etmək istəyən biri varsa ona dəstək ol. Unutma, sən artıq siqaretsiz bir insansan. Yeni və sağlam həyatın mübarək. Əgər bu metodlar sənə kömək oldu, videonu bəyən və siqareti atmaq istəyən dostlarınla paylaş. Daha çox motivasiya edici və sağlam həyatla bağlı videolar üçün kanala abunə ol və bildirişləri aç. Sənin uğur hekayəni şərhlərdə gözləyirəm. Unutma, sən siqaretsiz də xoşbəxt ola bilərsən.